Allah sənə and verirəm izzətüvə, cəlalüvə, kərəmüvə, rəhmətüvə, mərhəmətüvə. Bu əllər ki, sənin dərgahıva qaldırmışıq, ilk əvvəl duamız, imam-ı zamanımızın zühurun təhcil elə. Allah bağışlamamış bizi bu dünyadan aparma. İmanla, təqva ilə yaşayıb, izzətlə bu dünyadan köçməyi bizlərə nəsib elə. İmam Hüseyin ağanın xüsusi nəzərin bizlərə nəsib elə. O şəxsiyyətin, ziyarətin, şəfayətin bizlərə nəsib elə. İndi bizi izləyənlər var ekran qarşısında. Allahım, onların hacətlərini tezliklə rəva elə. Xəstələrimizə şifaya acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərini tezliklə həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. Sıxıntılı olan möminlərimizə İmam Musa Kazım hörmətinə özlərinə fərəc, ailələrinə səbr bəxş elə.